Qoç, gün asan olmayacaq. Çoxlu söhbətləriniz olacaq, ən çox ailə üzvləriniz və yaxınlarınızla. Ortaq bir dil tapacaqsınız, baxmayaraq ki, bunun üçün çox cəhd etməli olacaqsınız, lakin diplomatik bacarıqlarınız ən yaxşı səviyyədə olacaq. Bəzi qoçlara faydalı məsləhətlər veriləcək və mümkün qədər tez qəbul etməlidir. Günün sonunda biraz əsəbiləşəcəksiniz, ona görə də vacib qərarlar qəbul etməməlisiniz. Sevdiyiniz insanla ünsiyyət qurarkən ona xüsusi diqqət yetirin ki, təsadüfən mənasız yerə inciməsin. Ehtiyatlı olun. Bugün əvvəllər sizi və yaxınlarınızı çaşdıran bir çox suallara cavab almaq şansınız olacaq. Bu yaxınlara qədər tanış görünən və yeganə doğru saydığınız yanaşmalara yeni nəzər salmaq mümkün olacaq. Mümkündür ki, bəzi köhnə işləri yerindən tərpətmək və onları uğurla tamamlamaq üçün bir yol tapasınız. Gün kiçik çətinliklər olmadan çətin keçəcək, ancaq onlar üçün narahat olmayacaqsınız. Bəzi qoçlar yollarında yaranan maneələri o qədər həvəslə dəf edəcəklər ki, gözlədiklərindən daha yaxşı nəticələr əldə edəcəklər. Gücünüzü düzgün qiymətləndirmək, illüziyalardan və yalan ümidlərdən qaçmaq vacibdir. Yeni tanışlarla ünsiyyətdə çətinliklər istisna deyil, onlar sizi həmişə düzgün başa düşməyəcəklər. Ancaq münaqişələrdən yenə də qaçmaq olar. Düzgün sözləri tapacaqsınız, əvvəllər sizi dəstəkləməyənlərlə əməkdaşlıq barədə razılaşacaqsınız. Gün yaradıcılıq, ixtiraçılıq tələb edən istənilən iş üçün münasibdir. Elmi uğur ehtimal olunur. Bəzi qoçlar əvvəllər anlaşılmaz, çox çətin görünən, çaşqınlıq yaradan məşğul olacaqlar. Gün yeni imkanlar açacaq, zövq verəcək və ruhlandıracaq. Liderlik keyfiyyətləriniz bugün xüsusilə parlaq olacaq. Fikirlərinizlə başqalarını maraqlandırmaq asan olacaq, müxtəlif insanlar fikirlərinizi dinləyəcək. Bəzi qoçlar bugün hər kəsə nəinki müstəqil işləməyi, həm də başqalarına rəhbərlik etməyi bacardıqlarını xüsusilə inandırıcı şəkildə sübut edəcəklər. Heç yerə tələsməyin. Ətrafınızdakı insanlar öz maraqlarını rəhbər tutaraq sizə doğru tələsəcəklər. Onlar üçün cəld hərəkət edib qərarlar qəbul etməyiniz daha sərfəlidir. Ancaq düşünmək və vəziyyəti hər tərəfli öyrənmək üçün kifayət qədər vaxtınız olacaq. Gün ünsiyyət üçün əlverişli olacaq. Həm işgüzar görüşlər, həm də şəxsi görüşlər yaxşı keçəcək, çox fərqli insanlarla ünsiyyət qurmaq sizin üçün asan olacaq. Maraqlı tanışlıqlar ola bilər. Bəzi qoçlar son vaxtlar çox darıxdıqları köhnə dostlarını görəcəklər. Səfərlər planlaşdıra bilərsiniz, yaxşı alınacaqlar. Gündəlik cədvəlinizə sadiq qalmağa çalışın, diqqət tələb edən işləri uzun müddətə təxirə salmayın. Gördüyünüz hər işə ciddi yanaşsanız, istənilən çətinliyin öhdəsindən gələ biləcəksiniz. Bəzi mühüm peşəkar məqsədlərə nail olmaq şansınız olacaq. Buğa, İlk baxışdan belə görünməsə də sizi uğurlu gün gözləyir. Səhər ev işlərinin öhdəsindən gəlməli olacaqsınız və əhvalınız idealdan uzaq olacaq. Kiçik çətinliklər ola bilər, lakin onları tez aradan qaldırmaq olar. Bəzi buğalar heç bir səbəb olmadan narahat olacaqlar. Tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək. Üzərinizə götürməyə qərar verdiyiniz bütün məsələlərdə şanslı olacaqsınız. Cəsarətli qərarlar qəbul edib risk edə bilərsiniz, şans hər addımda sizi müşayiət edəcək. Bacardığınız işdən tez pul qazanmaq imkanı olacaq. Günün başlanğıcı kiçik anlaşılmazlıqlar, uğursuz hadisələr olmadan çətin keçəcək, buna görə də planlaşdırılan işi təxirə salmalı, istədiyinizdən tamamilə fərqli bir şey etməli olacaqsınız. Lakin müsbət tendensiyaların təsiri tezliklə artacaq, bütün çətinliklər keçmişdə qalacaq. Çox xoş xəbərlər, ardınca maraqlı təkliflər alacaqsınız. Həddindən artıq işləməməyə çalışın. Gün yorucu dərslər və ağır işlər üçün çətin ki, uyğun olsun. Ancaq yaxınlarınızla ünsiyyət üçün əlverişli olacaq. Onlarla asanlıqla ümumi dil tapa bilərsiniz. Gün parlaq və hadisələrlə zəngin olacaq, şübhəsiz ki, çoxlu müsbət emosiyalar bəxş edəcək. Uzaqdan xoş xəbərlər, dərhal razılaşmaq istədiyiniz təkliflər ola bilər. Kiminsə köməyinə ehtiyacınız varsa, çətinlik çəkmədən alacaqsınız. Gözləmədiyiniz insanlar da həvəslə sizin tərəfinizdə dayanacaqlar. Yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Daha əvvəl ortaq dil tapmadığınız insanlarla daha yaxşı anlaşacaqsınız. Romantik sürprizlər də daxil olmaqla xoş sürprizlər ola bilər.
başqalarının dediklərinə qulaq asın, səhvlərdən qaçmağınıza kömək edəcək faydalı məlumat və ya məntiqli məsləhətlər almaq şansınız var. Maliyyə məsələlərinin həllində başqalarının təcrübəsi xüsusilə faydalı olacaq. Bu yaxınlarda yeni bir sahədə fəaliyyətə başlayan buğalar üçün də faydalı gün olacaq. Yeri gəlmişkən, bürcün belə nümayəndələri bugün faydalı əlaqələr qurmaq imkanı əldə edəcəklər. Yaxınlarınızla fikir ayrılıqları, hətta bəzi sadə və çox da vacib olmayan məsələlər üzərində qızğın mübahisələr istisna edilmir. Xoşbəxtlikdən hər şey tez həll olunacaq və hər kəsin xoşuna gələcək bir həll yolu mütləq tapılacaq. Bugün başqaları ilə münasibət qurmaq həmişəkindən daha çətin olacaq. Uzun müddətdir davam edən fikir ayrılıqları kəskinləşə bilər, xırda işlər üzərində münaqişələr və mübahisələr istisna edilmir. İşgüzar əlaqələrdə diqqətli olmağa dəyər. Çox söz verənlərə və ya sizi şübhəli işlərə cəlb etməyə çalışanlara etibar etməyin. Təəssüf ki, bugün belə insanlar çox olacaq. Oxumağa, işə və digər faydalı fəaliyyətlərə diqqət yetirmək yaxşı olacaq. Təxəyyül, yaradıcılıq və işlərə qeyri-standart baxış tələb olunan yerdə uğur qazanmaq sizin üçün asan olacaq. Əkizlər, hər şey istədiyiniz kimi alınmayacaq. Yaxınlarınızla ünsiyyət zamanı xırda fikir ayrılıqları istisna edilmir. Təcili həll edilməli olan ev işləri yığılacaq. Bəzi əkizlər maliyyə çətinlikləri ilə üzləşə bilər, lakin onlar ciddi çətinliklərə səbəb olmayacaq. Axşam olduqca əlverişli, sakit və şən olacaq. Ortaq iş maraqlarınız olan insanları dəvət etməyiniz zərər vermir. Birlikdə söhbət etmək sizin üçün maraqlı olacaq. Çox güman ki, yeni birgə layihə ilə çıxış edəcəksiniz. Xırda məsələlərdən və təsir edə bilmədiyiniz problemlərə görə narahat olmasanız, gün yaxşı keçəcək. Günün əvvəlində kifayət qədər zəif olan müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq. Buna görə də vacib bir iş planlaşdırırsınızsa, vaxt ayırın, uyğun anı gözləyin. Ulduzlar bugün xüsusilə xidmət sektorunda çalışan əkizlər, eləcə də ictimai layihələrlə məşğul olan, başqalarına kömək edən bürc nümayəndələri üçün əlverişli olacaq. Bürcün bu cür nümayəndələrini çox xoş tanışlıqlar, uzun müddət xatırlayacaqları görüşlər gözləyir. Yeni işlərə baş vurun, onlarda tez bir zamanda uğur qazanacaqsınız. İntuisiyanız sizə çətin vəziyyətləri anlamağa kömək edəcək, ilk növbədə nəyin öhdəsindən gəlmək lazım olduğunu və ən yaxşı şəkildə necə davam edəcəyinizi anlamağa imkan verəcək. Nağd maliyyə daxil olmaları, həmçinin gözlənilməz mənbələrdən maraqlı hədiyyələr ola bilər. Bürcün bəzi nümayəndələri sərfəli sövdələşmələr bağlayacaqlar. Qarşınızda yeni imkanlar açan uğurlu təsadüflər, hadisələr istisna edilmir. Gün yaxınlarınızla ünsiyyət, dostlarla görüş və ya romantik görüş üçün əlverişlidir. Gün yeni işə başlamaq üçün münasibdir. Siz tez ilk uğurlara nail olacaqsınız və sonra hara gedəcəyinizi anlayacaqsınız. Dərhal köməkçilər tapmaq mümkün olmayacaq, ancaq təşəbbüslərinizi dəstəkləmək istəyənlər biraz sonra mütləq ortaya çıxacaqlar. Gözlənilməz mənbələr də daxil olmaqla kiçik maliyyə daxil olmaları mümkündür. Köhnə dostunuzla və ya sizi yaxşı tanıyan və başa düşən başqa bir insanla görüşmək çox xoş olacaq. Romantik bir görüş də məyus etməyəcək, şübhəsiz ki, qeyri-adi və yadda qalan olacaq. Gün ünsiyyət üçün əlverişli olacaq. Müxtəlif insanlarla asanlıqla anlaşa, yeni tanışlarla tez bir zamanda ümumi dil tapa bilərsiniz. Maraqlı iş təklifləri ola bilər. Keçmişdə qazandığınız bilik və təcrübədən faydalanacaqsınız. Onların sayəsində siz biznesdə nəzərə çarpacaq irəliləyiş əldə edəcəksiniz. Yalnız maliyyə məsələləri ilə məşğul olanda ehtiyatlı olmaq tələb olunacaq. Burada hər hansı qeyri-ciddi təzahür çətinliklərə çevrilə və səhvlərə səbəb ola bilər. Alış-veriş və investisiyalarla bağlı qərarlara tələsməmək daha yaxşıdır. Borc almaq da arzu olunmazdır. Xərçəng. Gərgin və xoş gündür, baxmayaraq ki, yenə də biraz əsəbi olmalı olacaqsınız. Səhər işə başlasanız, hətta cəsarətli ideyaları həyata keçirə biləcəksiniz. Əksər xərçənglər son dərəcə cəlb edici olacaqlar ki, bu da onlara digər insanları asanlıqla qazanmağa kömək edəcək, rəğbətini və kömək etmək istəyini oyadacaq. Çox güman ki, sosial dairənizdə tezliklə çox faydalı olduqlarını sübut edəcək nüfuzlu himayədarlar peyda olacaqlar. Gün ərzində yaxınlarınıza kömək etmək üçün planlarınızı qısa müddətə tənzimləməli olacaqsınız.
Bütün məsələləri tez həll edəcək və bunun müqabilində isti minnətdarlıq alacaqsınız. Gün ünsiyyət, dostlar və digər yaxın insanlarla görüşlər, planların müzakirəsi üçün əlverişli olacaq. Siz son vaxtlar çox az olan çoxlu məntiqli və faydalı məsləhətlər və sadəcə dəstək sözləri eşidəcəksiniz. Səfərlər yaxşı alınacaq, xüsusən də sizi yaxşı dostlar müşayiət edərsə. Günün ikinci yarısında istənilən işdə daha diqqətli olmalısınız. Maliyyə məsələləri xüsusi diqqət tələb edəcək. Bu, düşündüyünüzdən daha çətin ola bilər, ona görə də vaxt ayırıb hər şeyi düşünmək vacibdir. Amma romantik münasibətdə sadəcə intuisiyanıza etibar edə bilərsiniz. Fikirlərinizi toparlamaq, ciddi şəkildə köklənmək asan olmayacaq. Bugün siz həmişəkindən daha həssas olacaqsınız, çox şeyi ürəyinizə yaxın buraxa bilərsiniz. Niyə bu şəkildə hərəkət etdiyiniz başqalarına həmişə aydın olmayacaq? Ünsiyyətdə gərgin anlar ola bilər, lakin siz münaqişəyə imkan verməyəcəksiniz. Gün yaradıcı yanaşma tələb edən fəaliyyətlər üçün münasibdir. Heç kimin ağlına gətirə bilməyəcəyi ideyalarınız olacaq. Uzaqdan yaxşı xəbərlər gələ bilər. Bir çox xərçənglər köhnə tanışları, uşaqlıq və yeniyetməlik dostları ilə görüşməkdən məmnun olacaqlar. Gün əvvəllər anlaşa bilmədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. Bu dəfə ortaq dil tapmaq gözlənilmədən asan olacaq. Belə çıxacaq ki, maraqlarınız və baxışlarınız əsasən oxşardır və əvvəlki fikir ayrılıqları yalnız anlaşılmazlıq səbəbindən yaranıb. Bəzi xərçənglər hətta pis niyyətli insanlarla yola gedə biləcəklər. Bugün adi işlər asan olacaq, çox şeyə vaxtınız olacaq. Yeni problemləri həll edərkən daha diqqətli olmaq lazımdır. Burada düzgün cavablar həmişə sətdə olmayacaq, vəziyyəti anlamaq üçün vaxt lazım ola bilər. Sakitliyinizi saxlamaq asan olmayacaq. Günün emosional fonu kifayət qədər gərgin ola bilər və həssas xərçənglərin əhval-ruhiyyəsi tez-tez dəyişəcək. Hazırda idarə edə bilmədiyiniz işlərdən narahat olmamağa çalışın. Uğurla başa çatması sizin üçün vacib olan praktiki problemlərin, konkret işlərin həllinə diqqət yetirmək daha yaxşıdır. Günün ikinci yarısı mühüm məsələlərin müzakirəsi, ciddi söhbətlər üçün münasib olacaq. Ola bilsin ki, bu zaman bəzi ailə problemlərini həll etmək, çətin vəziyyətdə qalan sevdiyiniz insana kömək etmək üçün bir yol tapacaqsınız. Şir. Qeyri-müəyyən gündür. Səhər bir çox şir bürcü həm həssas, həm də qətiyyətli olacaq. Beləliklə, yaxınlarınızla münaqişə və anlaşılmazlıq ehtimalı yüksəkdir. Məsuliyyətlərinizi laqeyd etmək və vədlərinizi unutmaq istəyəcəksiniz. Bir düşünün, bəlkə də bəzi şeyləri sonraya təxirə salmağın həqiqətən mənası var. Günortadan sonra hər şey yaxşı görünməyə başlayacaq. Emosional yüksəliş hiss edəcəksiniz. Görülən səhvləri düzəltmək və problemlərin yarandığı münasibətləri yaxşılaşdırmaq mümkün olacaq. Axşam çölə çıxmaq və mədəni tədbirlərdə iştirak etmək üçün idealdır. Günün əvvəlində müsbət əhval-ruhiyyəyə köklənmək çətin olacaq. Başqa vaxt sadəcə diqqət etməyəcəyiniz kiçik problemlər sizi əsəbiləşdirəcək. Hər hansı bir xırdalıqdan narahat ola bilərsiniz. Ancaq artıq günün ortasında sizi başqaları üçün xüsusilə cəlb edici edən nikbinlik və özünə inam sizə qayıdacaq. Çoxlarının bir-birini daha yaxından tanımaq istəməsi təəccüblü olmayacaq. Bəlkə də dostluq və ya romantik münasibətlərin başlanğıcı qeyd olunacaq. Yeni münasibətlər çox parlaq duyğular verəcək. Sakit qalmaq çətin olacaq. Bugün ətrafınızdakı insanlar işlərinizə daha tez-tez qarışa bilər və bununla da tarazlığınızı poza, sizi əsəbiləşdirə bilərlər. Bəzi şirlər də tənqidə məruz qalacaqlar, bəzən heç bir səbəb olmadan. Və bu, bürcün nümayəndələrinin xoşuna gəlməyəcək. Yarana biləcək bütün çətinliklərə baxmayaraq gün çox məhsuldar olacaq. Köhnə işləri tamamlamaq üçün uyğun gəlir. Nəticələr gözlədiyinizdən də yaxşı olacaq. Nağd maliyyə daxil olmaları və hədiyyələr ola bilər. Başqaları ilə münasibətlər rəvan inkişaf etməyəcək, münaqişələr və fikir ayrılıqları, xırda məsələlər üstündə mübahisələr mümkündür. Çox inadkar olmayın, sadəcə olaraq müzakirələrdə vaxta qənaət etmək və işləri daha tez həll etmək üçün kiçik güzəştlər etməyi düşünün. Özbaşına hərəkət etsəniz, biznesdə nəzərə çarpacaq irəliləyiş əldə edəcəksiniz, heç kimdən dəstək gözləməyəcəksiniz. Çoxdan əldə edilmiş və tamamilə faydasız görünən biliklər faydalı olacaq.
Ola bilər ki, hazırki uğurunuz çox nüfuzlu insanların diqqətini cəlb etsin, tezliklə maraqlı təkliflər alacaqsınız. Gün əzmkarlıq tələb edəcək. Hər şey dərhal istədiyiniz kimi alınmayacaq. Amma başladığınız işdən əl çəkməsəniz, şübhəsiz ki, bir çox işlərdə, o cümlədən ən çətin işlərdə uğur qazanacaqsınız. Səhər maliyyə məsələləri ilə məşğul olarkən daha diqqətli olmalısınız, sonradan əməliyyatlar və alış-veriş üçün uyğun vaxt gələcək. Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizi qarışacaq, bəzən sizi ciddi şəkildə bezdirəcəklər. Hələ də xoş davranmağa çalışın, mənfi emosiyalara qapılmayın. Bu, bir çox ciddi problemlərdən qaçmağa kömək edəcək. Qız, gününüzü sakit, tanış fəaliyyətlərlə başlayın. Yaxınlarınızla mübahisə etməmək daha yaxşı olar. Çətin ki, ortaq bir dil tapa biləsiniz, ancaq kiçik bir məsələ ilə bağlı mübahisə çox böyükdür. Kortəbii və düşünülməmiş xərclərdən çəkinin, riskli işlərə qarışmayın. Günün ikinci yarısı təhsillə məşğul olan, yeni biliklər əldə edən və peşəkar təkmilləşmə ilə məşğul olan qızlar üçün əlverişli olacaq. Siz çox faydalı şeylər öyrənə biləcəksiniz və bütün bunlar tezliklə işə yarayacaq. Çoxdan gözlənilən xoş xəbəri almağınız mümkündür. Bugün siz xüsusilə aktiv və tamamilə yorulmaz olacaqsınız, buna görə də gün müstəsna dərəcədə məhsuldar olacaq. Çətin də olsa, tamamilə yeni bir işə başlamaq üçün əlverişli zamandır. Siz necə uğur qazanacağınızı tez anlayacaqsınız, gözlədiyinizdən daha yaxşı nəticələr əldə edəcəksiniz. Ətrafınızdakı insanlar həmişə sizinlə ayaqlaşmayacaqlar, ancaq ləng dostlarınıza və digər yaxınlarınıza qəzəblənməyəcəksiniz. Yolda çətin anlar olacaq, lakin sizə lazım olan hər şeyə sahib olduğunuzdan əmin olsanız və yolunuzu diqqətlə planlaşdırsanız, demək olar ki, onların qarşısını almaq olar. Günün əvvəlində xırda anlaşılmazlıqlar, başqaları ilə ünsiyyətdə çətinliklər mümkündür. Köhnə razılaşmalar pozula bilər, buna görə də planlaşdırılan işlərdən tamamilə fərqli bir şey etməli olacaqsınız. Ancaq çətinliklər sizi incitməyəcək və planınızdan əl çəkməyə məcbur etməyəcək. Şərait nə olursa olsun, hədəflərinizə çata biləcəksiniz. Günün ikinci yarısı xeyli sakit və məhsuldar olacaq. Bu saatlar köhnə bir planın həyata keçirilməsi üçün uyğundur. Həm işgüzar görüşlər, həm də şəxsi görüşlər yaxşı keçəcək. Başqaları ilə ünsiyyət qurmaq gözlədiyinizdən daha asan olacaq. Gün gərgin keçəcək. Çox güman ki, bir anda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız, təkcə öz problemlərinizi deyil, həm də başqalarının problemlərini həll etməlisiniz. Bəzi planlaşdırılan görüşlər təxirə salınmalı olacaq, lakin tezliklə onlar mütləq baş tutacaq və gözlədiyinizdən də yaxşı keçəcək. Nağd maliyyə daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən gəliriniz ola bilər. Hədiyyələr istisna edilmir, bəzi qızlar çoxdan xəyal etdiklərini bugün alacaqlar. Axşam sizi özünüz və yaxınlarınız üçün vacib olan gözəl xəbərlər sevindirəcək. Bugün hər hansı daxil olan məlumatı yoxlamaq vərdişi sizin üçün çox faydalı olacaq. Kiminsə bilmədən sizi yoldan çıxarması və ya sizi aldatmağa çalışması riski var, ancaq hər şeyi tam başa düşməyincə qərar qəbul etməyəcəksiniz, ona görə də səhv etməyəcəksiniz. Ailə işlərinə fokuslanmağa, yaxınlarına diqqət ayırmağa qərar verən qızlar əla gün keçirəcəklər. Bürcün belə nümayəndələrini çox xoş sürprizlər gözləyir. Gözlənilməz mənbələrdən hədiyyələr və kiçik maliyyə daxil olmaları istisna edilmir. Tərəzi. Gözəl və hadisəli gündür. Müxtəlif insanlarla çoxlu ünsiyyət olacaq və bu sizə nəinki zövq verəcək, həm də faydalı olacaq. Ətrafınızdakiləri asanlıqla qazana və yeni tanışlıqlarla bir çox ortaq maraqlar kəşf edə bilərsiniz. Bəzi insanlar biznes və karyera yüksəlişində sizə faydalı olacaq. Romantik bir hekayənin başlanğıcı və ya işgüzar münasibətlərin daha şəxsi münasibətlərə keçməsi mümkündür. Axşam gələcək üçün planlar qurmaq üçün münasibdir. Bir çox tərəzilər cəzbedici perspektivlər görəcəklər və tezliklə bundan yararlanacaqlar. Siz dayanmaq istəməyəcəksiniz və qətiyyətlə hərəkət etməyə, təşəbbüs göstərməyə, başqalarını ruhlandırmağa başlayacaqsınız. Bununla belə, bütün planları həyata keçirmək üçün kifayət qədər enerjiniz olmaya bilər. Buna görə də qüvvələri ağlabatan şəkildə bölüşdürməyə çalışın, yaranan bütün problemləri həll etməyə dərhal tələsməyin. Bugün ailə hadisələri üçün əlverişli zamandır.
Qohumlarla görüşlər xoşunuza gələcək və əvvəllər aranızda fikir ayrılıqları olubsa belə, bugün barışa biləcəksiniz. Axşam gözlənilməz xoş xəbərlər sizi sevindirəcək. Haqqında narahat olduğunuz insandan da yaxşı xəbərlər alacaqsınız. Günün başlanğıcı çətin olacaq. Ola bilər ki, kimsə sizi yoldan çıxarmağa və ya çaşdırmağa çalışsın. Əvvəllər yaxşı yola getdiyiniz insanlarla münasibətlər qeyri-bərabər inkişaf edəcək. Gərginliklər, fikir ayrılıqları və mübahisələr mümkündür. Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz, bir çox təşəbbüslərinizin şanslı olduğunu görəcəksiniz. Ən yaxın insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Bir çox tərəzilər əvvəllər onlara heç bir işdə dəstək verməyənlərlə birgə hərəkətlər barədə razılığa gələ biləcəklər. Çox işiniz var, müxtəlif tapşırıqlar həll edilməli olacaq, lakin siz onların öhdəsindən mükəmməl gələcəksiniz. Burada təkcə sizin bilikləriniz deyil, həm də insanlarla ünsiyyət qurmaq, onlara münasibət tapmaq bacarığınız faydalı olacaq. Bəzi tərəzilər bugün uzun müddət əməkdaşlıq edəcəkləri insanlarla görüşəcəklər. Bugün xoşuna gəlmək istədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. İntuisiyanız sizə yeni tanışlar haqqında düzgün təəssürat yaratmağa və köhnələri daha yaxşı başa düşməyə kömək edəcək. Axşam sevənlərin uzun müddət yaddaşında qalacaq romantik sürprizlər vəd edilir. Gün istənilən vacib məsələnin həlli üçün münasibdir. Detallara diqqətli olacaqsınız, nəticə çıxarmağa tələsməyin ki, heç kim sizi çaşdıra bilməsin. Uzun müddətli planlar qura, dostlarınız və köhnə tanışlarınızla planlarınızı həyata keçirməyin müxtəlif yollarını müzakirə edə bilərsiniz. Yaxşı məsləhətlər alacaqsınız. Romantik görüşlər yaxşı alınacaq. Əgər kimdəsə yaxşı təəssürat yaratmaq istəyirsinizsə, bunu asanlıqla edə bilərsiniz. Ən həssas tərəzilər sevgidə başını itirmə riski ilə üzləşəcək, yeni bir tanışa dərhal aşiq ola bilərlər. Əqrəb, böyük, parlaq və hadisələrlə dolu gündür. Siz güc və enerji ilə dolu olacaqsınız və başqalarını böyük işlər görməyə ruhlandıra biləcəksiniz. Əksər əqrəblər son dərəcə cazibədar olacaqlar, ona görə də yeni maraqlı tanışlıqlar ehtimalı çox yüksəkdir. Ofis romantikasına cəlb olunmaq mümkündür. Başqa insanları mükəmməl başa düşə biləcəksiniz, ona görə də ən mürəkkəb məsələlərdə belə razılaşmaq asan olacaq. Axşam qonaqları qəbul etmək, dostluq səfərləri və ya qısa səfərlər üçün idealdır. Yeni təəssüratlar yaddaşınızda uzun müddət qalacaq və gələcək üçün sizə güc verəcək. Gün gərgin və olduqca yorucu olacaq. Mümkündür ki, öz işlərinizi təxirə salaraq başqalarının problemlərini həll etməli olacaqsınız. Bundan zövq almayacaqsınız. Ancaq şikayət etməyəcəksiniz və hər şeyi mümkün qədər tez həll etməyə çalışacaqsınız. Və yaxşı nəticə verəcək və daha maraqlı fəaliyyətlər üçün kifayət qədər vaxtınız olacaq. Köhnə tanışlarla, uşaqlıq və gənclik dostları ilə görüş xoş olacaq. Köhnə əlaqələrin bərpası üçün əlverişli gündür. Uzun müddət kiminləsə ünsiyyət qurmasanız belə, indi anlaşmaq asan olacaq, söhbət üçün çox maraqlı mövzular tapılacaq. Gün maraqlı və məhsuldar olacaq. Daha əvvəl başladığınız işi bitirmək üçün əladır. Bəzi çətinliklər yaransa belə, planlarınızdan əl çəkməyəcəksiniz, istədiyiniz nəticəni əldə edəcəksiniz. Faydalı tanışlıqlar mümkündür, sizin üçün çox faydalı olacaq, uzun müddətli əməkdaşlığın başlanğıcı istisna deyil. Təhsil və elm sahəsində uğurlar mümkündür, tez bir zamanda çox şey qavrayacaq, əvvəllər çox çətin görünən məsələləri başa düşəcəksiniz. Yeni biliklər yaxın gələcəkdə yalnız sizin üçün deyil, yaxınlarınız üçün də faydalı olacaq. Heç yerə tələsməyin, bugün buna ehtiyac yoxdur. Gün təşkilati məsələlərin həlli, işləri qaydaya salmaq, sənədləşmə işləri, dövlət qurumları ilə əlaqə saxlamaq üçün münasibdir. Gözlənilməz xərclər mümkündür, lakin onlar özünü doğruldacaq və büdcənizə ciddi zərbə vurmayacaq. Bununla belə, çoxdan diqqət tələb edən planlaşdırılan işləri və vəzifələri unutmamaq lazımdır. Bugün hər şeyi sonraya təxirə salmaq və biraz dincəlmək üçün böyük bir təhrik olacaq. Ancaq bunu etməməlisiniz, maraqlı fürsətləri əldən vermək riski var, ciddi əhval-ruhiyyəyə köklənmək asan olmayacaq. Çox güman ki, işləri sonraya təxirə salıb biraz dincəlmək istəyəcəksiniz. Ancaq bunun üçün şərtlər əlverişli olmayacaq, buna görə də tənbəllik etməyin və mümkün qədər erkən hərəkət etməyə başlayın.
Ola bilər ki, onların həllində buraxılmış səhvləri düzəltmək üçün bəzi köhnə problemlərə qayıtmalı olacaqsınız. Gün şəxsi münasibətlər baxımından çox əlverişli olacaq. Dostlarla görüşmək bir növ ailə tədbiri və romantik bir görüş üçün çox uyğundur. Ox atan. Səhər vacib işlərə və ciddi söhbətlərə başlamayın. Duyğuların öhdəsindən gəlmək, qarşılıqlı anlaşmaya nail olmaq və başqalarını anlamaq asan olmayacaq. Tələsik vədlər verməyin, onları yerinə yetirməmək və lazımsız və məsuliyyətsiz kimi qələmə vermək riski yüksəkdir. Zövqlü və rahatlaşdırıcı bir şey etmək sizə müsbət ruh halına gəlməyə kömək edəcək və günün qalan hissəsi yaxşı keçəcək. Axşam əyləncəli məclislər, sevdiyiniz insanla gəzintilər və ya dostlarla görüşlər üçün münasibdir. Enerji və əla əhval-ruhiyyə ilə doldurulacaqsınız. Bugün diqqət mərkəzində olma ehtimalınız həmişəkindən daha çoxdur. Bundan faydalanmağa çalışın, ideyalarınızdan danışın, müttəfiqləriniz kimi görmək istədiyiniz insanları maraqlandırmağa çalışın. Romantik münasibətdə təşəbbüsü ələ ala bilərsiniz, bunun ardınca mütləq yaxşılığa doğru dəyişiklik gələcək. Başqalarının uğursuz olduğu yerdə əzmkarlıqla uğur qazanacaqsınız. Bugün bəzi ox atanlar yaxın vaxtlara qədər onlara demək olar ki, qeyri-mümkün görünən işlərin öhdəsindən parlaq şəkildə gələcəklər. Axşam çox xoş sürprizlər vəd edilir. Gün işgüzar ünsiyyət üçün əlverişli olacaq. Ciddi danışıqlar, xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüşlər üçün əlverişlidir. Bəzi köhnə fikirləri, əvvəllər düşündüklərinizi həyata keçirmək şansınız olacaq. Bu, yeni tərəfdaşlar tapmağa kömək edəcək. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Daha əvvəl anlaşa bilmədiyiniz insanları daha yaxşı başa düşəcəksiniz. Günün ikinci yarısında ulduzlar sevən ox atanlar üçün əlverişli olacaq. Sizin üçün xüsusilə əziz olan biri ilə təmaslar üçün əlverişli zamandır. Bugün üçün nə planlaşdırırsanız da ilk növbədə öz gücünüzə güvənməyə çalışın. Çətin ki, kimsə vaxtında köməyinizə gəlsin, ehtiyac duyduğunuz anda işlərinizi dəstəkləsin. Başqalarının bilmədən işinizə müdaxilə etməsi, çətinliklər yaratması ehtimalı daha yüksəkdir. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Yaxınlarınızla fikir ayrılığı olmayacaq, sizin üçün əziz olan adamlarla hər işdə tez razılaşacaqsınız. Dərhal razılaşacağınız gözlənilməz təkliflər mümkündür. İşgüzar münasibətdə olduğunuz insanlarla mübahisələrdən bəzi mühüm razılaşmaların pozulmasından qaçmağa çalışın. Bir neçə düşüncəsiz söz, gələcək birgə işə mane ola biləcək ciddi bir münaqişəyə səbəb ola bilər. Ciddi məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır. Özünüzün tək başına idarə edə biləcəyiniz işlərə diqqət yetirin. Burada şübhəsiz ki, əla nəticələr əldə edəcəksiniz. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Xoş tanışlıqlar mümkündür, onlardan biri romantik bir davam ala bilər. Oğlaq. Hər şey rəvan getməyəcək, lakin ciddi problem gözlənilmir. Günün ilk yarısında ev işlərinin öhdəsindən gəlməli olacaqsınız. Çoxdan sonraya saxladığınız şeylər sizə özünüzü xatırladacaq. Diqqəti cəmləmək asan olmayacaq, amma cəhd etmək və səy göstərmək vacibdir. Əvvəlcə biraz çətin görünəcək, amma sonra öz zəhmətinizin nəticələrinə sevinəcəksiniz. Günün ikinci yarısı ünsiyyət üçün xüsusilə əlverişlidir. Bir çox oğlaqlar son dərəcə yaxşı xasiyyətli və nikbin olacaqlar ki, bu da başqalarının diqqətindən yayınmayacaq. Onlar sizinlə tanış olmaq, dostluq etmək və ya sizinlə flört etmək istəyəcəklər. Gün qeyri-adi ideyalar gətirəcək. Unutmayın, onların hamısı ilk baxışdan göründüyü qədər yaxşı olmayacaq. Buna görə də planınızı həyata keçirməyə başlamazdan əvvəl hərəkətlərinizin mümkün nəticələrini real qiymətləndirməyə çalışın. Təcrübəsinə etibar etdiyiniz dostlarla məsləhətləşə bilərsiniz. Ən yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Sizə ən yaxın insanların niyə həmişə istədiyiniz kimi davranmadığını başa düşəcəksiniz. Bir daha keçmişin bəzi xoşagəlməz hallarını düşünərək heç də hər şeydə haqlı olmadığınızı başa düşəcəksiniz. Gün heyrətamiz hadisələr və qəribə təsadüflərlə qeyri-adi dərəcədə səxavətli olacaq. Çox işlər plana uyğun getməyəcək, ancaq gün sizi sevindirəcək, əldən vermək istəmədiyiniz yeni imkanlar açılacaq. Yaxşı sövdələşmələr mümkündür.
Bəzi oğlaqlar yeni gəlir mənbəyi tapacaqlar. Hisslərinizi başa düşəcəksiniz, sizi həqiqətən nəyin narahat etdiyini anlayacaqsınız. Yaxınlarınızla münasibətlərdə problemlərə necə son qoymaq, sizi əsəbləşdirən bütün fikir ayrılıqlarını keçmişə tərk etməyin yolu aydın olacaq. Günün ikinci yarısı yaradıcılıq və təhsil üçün əlverişli olacaq. Bugün soyuqqanlılığınızı qorumaq həmişəkindən bir qədər çətin olacaq. Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizə qarışa bilərlər və bunu həmişə nəzakətlə etməyəcəklər. İstənilməyən məsləhət, lazımsız tənqid ciddi şəkildə qıcıqlandıracaq. Ancaq siz yenə də xoş niyyəti saxlaya biləcəksiniz. Yaxşı olar ki, hər hansı vacib məsələnin müzakirəsini axşama təxirə salasınız. Bu saatlar ünsiyyət üçün daha əlverişli olacaq. Həm də yaradıcı yanaşmaq, təxəyyül və qeyri-standart baxış tələb edən təhsil və dərslər üçün uyğun zamandır. Hətta əvvəllər çətin olan işlərin öhdəsindən gələ bilərsiniz. Həm sizi, həm də müttəfiqlərinizi çoxdan narahat edən məsələlər uğurla həll olunacaq. Ən yüksək səviyyədə işgüzar görüşlər yaxşı keçəcək. Adətən çox tələbkar olan və başqalarında ən kiçik qüsurları belə görən insanlarda xoş təəssürat yaradacaqsınız. Uzaqdan xoş xəbərlər, imtina etmək istəməyəcəyiniz maraqlı təkliflər ola bilər. Köhnə dostları görmək imkanı olacaq, onlar mütləq maraqlı bir şey təklif edəcəklər. Dolça. Qarşınıza qoyduğunuz hər şeydə uğur qazanacaqsınız. Özünə inam və əzmkarlıq istənilən işdə uğurun açarı olacaq. Dolçaların əksəriyyəti onlar üçün qeyri-adi olan məsələləri başa düşməyi və qeyri-standart vəziyyətlərdə həll yollarını axtarmağı xüsusilə asan tapacaqlar. Baxış nöqtələriniz hər şeydə üst-üstə düşməsə belə, müxtəlif insanlarla ümumi dil tapmaq asan olacaq. Günün ikinci yarısı qısa səfərlər və ya dostluq görüşləri üçün əlverişlidir. Yaxşı olar ki, biznesi zövqlə birləşdirəsiniz. Başqaları ilə ünsiyyət qurmaq nəzərə çarpacaq dərəcədə asanlaşacaq, çünki nəhayət onların ağlında nə olduğunu başa düşəcəksiniz. Ola bilər ki, sizdən gizlədilənləri təxmin edəcəksiniz, bilmədən başqalarının sirlərini açacaqsınız. Heç kimə zərər verməmək üçün alınan məlumatlardan istifadə etməməyə çalışın. Daha sonra bunun üçün özünüzü dəfələrlə tərifləyəcəksiniz. Gün ailəvi səfərlər üçün əlverişli olacaq. Dostlarınızla, sevdiyiniz insanla və ya bəyəndiyiniz yeni tanışınızla bir yerə çıxmaq da gözəl olacaq. Axşam romantik sürprizlər vəd edilir. Başqalarının yaxşı fikirlərini tez bir zamanda götürəcəksiniz, öz planlarınızı kiminlə bölüşməli olduğunuzu tez başa düşəcəksiniz. Bəzi dolçalar müttəfiqlər tapacaq, onların dəstəyi ilə böyük uğurlar qazanacaqlar. Sərfəli sövdələşmələr və alışlar mümkündür. Səyahətlər yaxşı keçəcək. Onların sayəsində əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq, mənzərənin dəyişməsi ruhlandıracaq, çoxlu canlı emosiyalar bəxş edəcək. Axşam yaxınlarınızla ünsiyyət üçün ideal zamandır. Tez ortaq dil tapacaqsınız, çox işdə razılaşacaqsınız. Gün iş üçün uğurlu olacaq. Çətin işlərlə, o cümlədən əvvəllər alınmayan işlərlə məşğul ola bilərsiniz. Ən cəsarətli və qeyri-adi ideyalarınız belə dəstək alacaq. Tezliklə bugün tapdığınız tərəfdaşlarla dostlaşacaqsınız. Bu, heyrətamiz romantik hekayələrin başlanmasına səbəb ola bilər. Maliyyə və əmlakla bağlı hər işdə intuisiyanıza arxalana bilərsiniz, o sizi məyus etməyəcək. Yaxşı alış-veriş etmək şansınız olacaq. Şübhəsiz ki, uzun müddət sizi məmnun edəcək şeylər seçəcəksiniz və onlara çox pul xərcləməyəcəksiniz. Gün çoxlu narahatlıq və həyəcan gətirəcək. Bir çox dolçalar üçün xüsusilə yorucu görünəcək, çünki bürcün nümayəndələri bir anda bir neçə məsələni həll etməli, həm özlərinin, həm də başqalarının işləri ilə məşğul olmalı olacaqlar. Ancaq səyləriniz boşa çıxmayacaq və əlbəttə ki, əldə edə biləcəyiniz nəticələrdən razı qalacaqsınız. Bəzi gözlənilməz hadisələr, heyrətamiz təsadüflər, sizdə güclü təəssürat yaradacaq görüşlər ehtimal olunur. Köhnə dostlar sizi ziyarətə gələ bilərlər. Köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz şəxslərlə barışmaq şansınız olacaq. Balıq. Sizi gözəl gün gözləyir. Uzun müddətdir sizi narahat edən, uzun müddət davam edən ziddiyyətləri həll etmək əla olacaq. Yaxınlarınızla razılığa gəlmək həmişəkindən daha asan olacaq. Bəzi balıqlar faydalı əlaqələr qura və ya nüfuzlu himayədarlar əldə edə biləcəklər.
Diplomatiyanız və zərif davranışınız diqqətdən yayınmayacaq, ona görə də başqalarına qalib gəlmək çətin olmayacaq. Axşam sevdiyiniz insanla səmimi söhbətlər üçün əlverişlidir. Uzun müddətdir köhnə hobbiniz üçün vaxt tapa bilmirsinizsə, bu dəfə çox sevdiyiniz bir işlə məşğul olacaqsınız. Planlarınızı nəzərdən keçirin. Yəqin ki, bugün siz prioritetlərinizi səhv təyin etdiyinizi və ya öz gücünüzə güvənmək əvəzinə şəraitə etibar etdiyinizi başa düşəcəksiniz. Ancaq işləri düzəltmək üçün hələ də gec deyil. Yeni tərzdə hərəkət etməyə başlayın, istədiyiniz nəticələrə tez nail olacaqsınız. Gün sizi xoş görüşlər, eləcə də son vaxtlar darıxdığınız insanlarla ünsiyyət qurmaq fürsəti ilə sevindirəcək. Bəzi balıqlar mübahisədə olduqları şəxslərlə barışa, köhnə əlaqələri bərpa edə biləcəklər. Diqqəti biznesə yönəltmək çətin olacaq, bugün daha tez-tez diqqətinizi yayındıracaqsınız. Planlaşdırılmamış səfərlər mümkündür. Bəzi balıqlar başqalarının səhvlərini düzəltməli, başqalarının başladığı işi bitirməli olacaqlar. Bütün bunlar olduqca yorucu və çox çətin olacaq, lakin bürcün nümayəndələri əla nəticələr əldə edəcəklər. Günün ikinci yarısında ailə məsələləri diqqət tələb edəcək. Məişət problemləri yarana bilər, çox ciddi olmayacaq, lakin yenə də dərhal həllini tələb edəcək. Gözlənilməz xərclər mümkündür. Gün adi, tanış işlər üçün əlverişlidir. Bugün onlar sizə xüsusilə darıxdırıcı və yorucu görünməyəcək, əvvəllər alınmayan işlərin öhdəsindən tez gələcəksiniz. İşgüzar görüşlər uğurlu olacaq. Potensial işə götürənlər və tərəfdaşlarda xoş təəssürat yaradacaq, onları öz ideyalarınızla maraqlandıra biləcəksiniz. Mümkün olarsa risk etməmək daha yaxşıdır. Gün bəzi cəsarətli təcrübələr üçün uyğun deyil. Ehtiyatlı olun və tezliklə tələsik hərəkətlər etmədiyiniz üçün özünüzə təşəkkür edəcəksiniz. Həm mövcud vəziyyəti, həm də güclü tərəflərimizi real qiymətləndirmək asan olmayacaq.